Değerli izləyicilərimiz, hər vaxtı xeyir olsun. Ekrana yaxın əyləşin, ən son məlumatı diqqətinizə çatdıracağım. Bugün efirdə səsləndirdiyimiz xəbər ağır kədərli bir itkidir. Azərbaycanımıza, Xocavəndimizə, bir ailəyə və bütöv bir nəslə dərin kədər yaşadan, avtoqəza zamanı dünyasını dəyişən, ömrünü dövlətə və xalqa sədaqətlə sərf etmiş Tahirov Fərnad Tahiroğlu haqqında danışacağım. Fərnad müəllim 13 may 1973-cü ildə Xocavənd rayon Əmrallar kəndində ziyalı ailəsində dünyaya göz açıb. Həyat yolunu hər dönəmində dürüstlük, məsuliyyət və dövlətə bağlılıq onu həyat amalına çevrilib. Uzun illər Xocavənd rayon statistika idarəsində rəis vəzifəsində çalışaraq nümunəvi fəaliyyəti ilə seçilib. Gördüyü işlər, göstərdiyi xidmətlər Azərbaycan dövləti tərəfindən də qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidentinin 20 oktyabr 2025-ci il tarixli 752 nömrəli sərəncamı ilə dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunub. Fərnad Tahirov sadəcə bir dövlət qulluqçusu deyil, nəcib xarakterli, insanlara hörməti, ailəsinə bağlılığı ilə xatırlanır. Onun 3 övladı, bir nəvəsi var. Ardında isə böyük bir xatirə. Böyük bir ad qoyub getdi. 20 dekabr 2025-ci ildə xidməti avtomobillə baş verən yol nəqliyyat hadisəsi və həmin gün onun ömür yolunun son nöqtəsini qoydu. 21 dekabr tarixində Fərnad müəllim böyük ehtiram və hörmətlə torpağa tapşırıldı. Xüsusi olaraq onu qeyd etməliyik ki, mərhumun qardaşı Tahirov Fövzi Tahiroğlu uzun illər tibb sahəsində fəaliyyət göstərmiş, Ağcabədi rayon mərkəzi xəstəxanasında baş həkim, direktor kimi tanınmış bir ziyalı, peşəkar həkim olub. Onların atası Tahir Tahirov da Xocavənd rayonunda tanınmış ağsaqqallardan biri kimi xatırlanır. Bugün biz yalnız bir insanı deyil, şərəfli bir ömür yolunu, iz qoyub gedən bir həyatı yad edirik. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Ağır itki münasibəti ilə mərhumun ailə üzvlərinə, yaxınlarına, qohumlarına və onu tanıyan hər kəsə dərin hüzünlə başsağlığı veririk. Allah rəhmət eləsin. Diqqətiniz üçün minnətdarım.